Salam doktor, yaşım 28, 11 ildir övladım olmur, bir oğlum var. Getdim, yoxladım, borular bağlıdır, 2 aylıq müalicə yazdı həkim. Mənim sualım 2 aylıq müalicə ilə boru əməliyyatsız açılarmı, yoxsa proses uzun olacaq? Birincisi, mən bu sualı verən xanıma demək istəyirəm ki, çox təəssüf ki, siz 28 yaşınız var, 11 ildir övladınız olmur. Bir dənə də oğlunuz varsa, belə çıxır ki, 15-16 yaşından ailə qurmusunuz, hamilə qalmısınız və elə borularınızın bağlanması da ola bilər ki, elə bu səbəblərdəndir. Erkən nigah səbəbli, kim bilir hansısa bir infeksiyon, bir bəlkə də problem keçirmisiniz və yaxud da keysəriyyə əməliyyatı olmusunuz, erkən nigah olduğu üçün, yaşınız az olduğu üçün bəzən bu da səbəb ola bilir bitişmələr sarıdan. İkincisi, etmisiniz artıq, yenə də səhv yoldasınız. 11 ildə ikinci övlad olmursa, borular da bağlıdırsa, 2 aylıq müalicə ilə borular böyük ehtimal ki, açılmaz. Bu xəstələr tərəfindən mənə çox verilən sualdır, çox sıx rast gəldiyim bir məsələdir. Gəlirlər pasiyentlər, mən 3 ildir borulardan müalicə alıram, 5 ildə alıram, 6 ayda alıram, borularım açılmadı. Bağlı boruların əksər hallarda müalicəsi yoxdur və belə bir uzun müddətli sonsuzluq varsa, ortada ən düzgünü süni mayalanma üsuluna müraciət etməkdir.